Gəlin bugün Azərbaycan tarixinin çox maraqlı, amma bir o qədər də mürəkkəb bir dövrünə səyahət edək. Təxminən 400 il. Düşünün, tam 4 əsr. Ərazilərimiz qüdrətli Sasani imperiyasının tərkibində olub. Görəsən bu nələrə gətirib çıxardı? Bax, ekranda gördüyünüz bu sual əslində bütün söhbətimizin açarıdır. 400 illik xarici hakimiyyət bir xalqı necə dəyişir? Bu, sadəcə quru rəqəmlər, tarixlər haqqında bir hekayə deyil, yox. Bu, bir xalqın necə dəyişdiyindən, necə dözdüyündən, necə mübarizə apardığından bəhs edir. Gəlin birlikdə baxaq görək, bu 4 əsr Azərbaycan torpaqlarını necə, deyərdim ki, əbədi olaraq dəyişdirdi. Yaxşı, bəs biz bu hekayəni necə izləyəcəyik? Yol xəritəmiz çox sadədir. Öncə bu yeni gücün, yəni Sasanilərin necə gəldiyinə baxacağıq. Sonra çox vacib bir məqam, onların Azərbaycanın iki fərqli hissəsinə necə fərqli yanaşdığını görəcəyik. Əlbəttə, müqavimət hərəkatına da toxunacağıq və sonda görəcəyik ki, bütün bunlardan bizə nə miras qalıb. Elə isə vaxt itirmədən başlayaq. Deməli, hər şeyi 3-cü əsrdə başlayır. Təsəvvür edin, regionda yeni, çox iddialı bir sülalə peyda olur. Sasanilər. Onlar qısa zamanda nəhəng bir imperiya qururlar və təbii ki, bu yeni güc yerində saymır. Onların genişlənmə siyasəti çox keçmədən bizim torpaqlarımızın da qapısını döyür. Yeri gəlmişkən, imperiya deyəndə nəyi nəzərdə tuturuq? Gəlin bunu bir aydınlaşdıraq. Əslində, tərif çox sadədir. Bir dövlət başqa ölkələri işğal edərək öz ərazisini böyüdürsə, bu artıq bir imperiyadır. Sasanilər də məhz belə bir güc idi. Onların məqsədi fərd etmək, genişlənmək idi. Və bu siyasət təbii ki, bizim regionun, Azərbaycanın tarixini birbaşa həll edirdi. Və budur hekayənin ən maraqlı tərəflərindən biri. O vaxtki Azərbaycan torpaqları əslində iki böyük hissədən ibarət idi. Cənubda Atropatena və şimalda Qafqaz Albaniyası. Və Sasanilər bu iki torpağa inanın tamamilə fərqli yanaşdılar. Elə bil iki fərqli qonşuya, iki fərqli münasibət göstərirdilər. Baxın, bu fərq həqiqətən də həlledici idi. Cənuba, yəni Atropatenaya nə etdilər? Birbaşa ilhaq etdilər. Yəni, siz artıq müstəqil deyilsiniz, bizim bir əyalətimizsiniz, dedilər. Atropateniyanın dövlətçiliyi, belə desək, tarixə qarışdı. Bəs şimalda, Albaniyada, orada vəziyyət başqa cürdür. Albaniya vassal oldu, yəni daxili işlərində sərbəst qaldı, öz hökümdarları yerində qaldı, amma xarici siyasətdə Sasanilərdən asılı vəziyyətə düşdü. Bax, bu iki fərqli başlanğıc sonraki əsrlərin bütün hekayəsini müəyyən etdi. Yaxşı, bütün bu siyasi qərarlar, ilhaqlar, vasallıqlar, bəs gündəlik həyatda nə baş verirdi? Adi insanlar, əhali bu dəyişiklikləri necə hiss edirdi? Gəlin indi biraz da bu tərəfə baxaq. Sasanilərin hakimiyyəti altında həyat necə idi? Sasanilərin bir növ öz oyun qaydaları var idi. Əraziləri nəzarətdə saxlamaq üçün bir strategiyaları. Baxın, necə addım-addım işləyirdilər. Birincisi, idarəetməni ələ alırdılar. Atropatenanı birbaşa öz əyalətlərini çevirdilər. İkincisi, feodal münasibətləri, yəni iri torpaq sahibliyi sistemi daha da gücləndi. Üçüncüsü, əlbəttə ki, ağır vergilər. İmperiyanı saxlamaq üçün pul lazım idi və bu yük yerli əhalinin çiyninə düşürdü. Və nəhayət, dördüncüsü, dini təzyiq. Zərdüştiliyi rəsmi din kimi yaymağa çalışır, başqa inanclara, xüsusilə də şimaldakı xristianlığa ciddi təzyiq göstərirdilər. Qafqaz dağları Sasanilər üçün çox strateji bir yer idi. Bir tərəfdən imperiyanın şimal qapısı, digər tərəfdən isə dağların o tayından gələn köçəri tayfaların hücumlarına qarşı bir sədd idi. Məhz buna görə də Sasanilər bura inanılmaz dərəcədə böyük sərmayə qoydular. Nəhəng müdafiə sistemləri tikdilər, o məşhur Dərbənd səddi, beşbarmaq divarları, Çıraqqala, bütün bu möhtəşəm tikililər əslində imperiyanın özünü şimaldan qorumaq cəhdinin bir parçası idi. Yaxşı. Hər şey belə Sasanilərin istədiyi kimi gedirdi. Xalq bütün bu təzyiqlərlə, vergilərlə razılaşırdı mı? Əlbəttə ki, yox. Və müqavimət hekayəsi başlayanda biz yenə şimala, Albaniyaya baxmalıyıq. Çünki məhz burada Atropatenadan fərqli olaraq müstəqillik uğrunda əsrlərlə davam edən bir mübarizə başladı. Bu mübarizənin nə qədər enişli yoxuşlu olduğuna bir baxın. Deməli, 462-ci ildə Sasanilər yerli sülaləni devirib muxtariyyatı ləğv edirlər. Amma hər şey bitmir. Böyük bir üsyan başlayır və qəhrəman hökmdar 3-cü Vaçaqan 488-ci ildə demək olar ki, mümkünsüzü bacarır. Alban krallığını bərpa edir. Bu, böyük bir qələbə idi.
Amma təəssüf ki, çox uzun çəkmir. 510-cu ildə imperiya yenidən gücünü göstərir və bu dəfə monarxiyanı bir dəfəlik ləğv edir. Bundan sonra 100 ildən çox bir müddətə Albaniya birbaşa Sasani hərbi valisi, yəni Mərzban tərəfindən idarə olunur. Mübarizənin necə gərgin getdiyini görürsünüzmü? Yaxşı, 400 il müharibələr, üsyanlar, yeni dinlər, yeni idarəetmə, bütün bu fırtına bitəndən sonra geriyə nə qaldı? Bu dövr bizim tariximizdə hansı dərin izləri buraxdı? Gəlin indi yekunlaşdıraq. Nəticələr həqiqətən də çoxşaxəli idi. Bir tərəfdən, feodal cəmiyyət quruluşu daha da möhkəmləndi. Xüsusilə cənub torpaqlarında zərdüştilik dərin köklər saldı. O möhtəşəm müdafiə tikilləri bizə məhz o dövrdən miras qaldı. Amma siyasi irsə baxsaq, mənzərə ikiyə bölünür. Cənubda, Atropatenada qədim dövlətçilik ənənəsi demək olar ki, tamamilə itirildi. Şimalda, Albaniyada isə tam əksi oldu. O uzun mübarizə gələcək nəsillər üçün güclü bir kimlik və müqavimət simvolu yaratdı. Deməli, bütün bu 400 illik hekayəni bir cümləyə sığdırmaq istəsək, belə demək olar. Sasani dövrü Azərbaycanı əslində iki yerə böldü. Bir yarısını öz içinə çəkib əritdi, digər yarısının isə dözümünü, müqavimət ruhunu daha da gücləndirdi.